Salam dostlar. SAT şagirdlərində fərqinə vardığım bir neçə problemli məsələni sizlə paylaşmaq istəyirəm. 3 ay, 4 ay, bəzən 5-6 ay hazırlaşan şagird ciddi nəticə əldə edə bilmir. Həmişə problem şagirdin bazasında və yaxud kursda, müəllimdə, sistemdə olmur. Bəzən də problem nədə olur bilirsiniz? Şagirdin öyrənmə alışqanlıqlarında. Məsələn, mənim həmişə dediyim şagirdlərə dediyim 5 addım var. Bu addımlar hansılardır? Bir uğurlu dərs prosesinin baş verməsi üçün, yəni bir mövzunun tam mənimsənilməsi üçün, uğurlu şəkildə mənimsənilməsi üçün lazım olan 5 addım. Birinci addım şagird mövzunun nəzəri tərəfini oxumalıdır. Şagirdlər bunu eləmir. Nəzəri olaraq açıb mövzunun kitabdan nəzəri tərəfinə baxmır. Əsasən də SAT Maths dərslərində, riyaziyyat dərslərində nəzəri hissəyə baxılmalıdır, sonra testə keçməlidir. Şagird birbaşa testə yönəlir. İkinci, şagird ikinci addımda nəzəriyyədən sonra testlərə başlamalıdır. Üçüncü addım çox önəmlidir. Şagird öz səhvlərini yoxlamalıdır. Şagirdlər nə edir? Testi işləyir, kursa gəlir, müəllim soruşsa suallara cavab verir. Şagirdin nəyi bildiyi, nəyi doğru etdiyi, etmədiyi bəlli deyil. Nələri səhv etdiyi bəlli deyil. Bu belə olmamalıdır. Şagird birinci mövzunu işləyir, ikinci testi işləməlidir. Üçüncü testlərini özü yoxlamalıdır. Özü səhvlərini görməlidir. Dördüncü öz səhvlərinin üzərində özü işləməlidir. Şagird kursa gəlir, soruşuram, dərs başlayıb, soruşuram ki, ev tapşırığı işlədinmi? Bəli. Neçə düzün, neçə səhvin var? Suala cavab verə bilmir. Sadəcə işləyib və gəlib. Hansı ki, səhvlərini özü yoxlamalıdır, özü baxmalıdır. Anlamadıqlarını gəlib soruşmalıdır. Özü öz səhvlərinin üzərində işlədikcə şagird uğurlu olur, nəticə əldə etmək olur. Amma 1 və 2 addımla test işləmək və kursa gəlməklə nəticə əldə etmək mümkün olur. Təkrar bir daha baxmaq istəyirəm ki, hansı 5 addımdır bu? 1. Şagird mövzunu öncə oxumalıdır. 2. Test işləməlidir. 3. Testləri özü yoxlamalıdır. 4-cü addım çox önəmlidir. 4-cü addımda öz səhvlərini özü araşdırıb baxmalıdır. Səhvləri üzərində işləməyi öyrənməlidir. 5-ci addımda isə artıq gəlib bilmədiklərini, əldə edə bilmədiyi nəticələri müəllimdən soruşmalıdır. Bu 5 addımda formalaşan dərs uğurlu olur, qalıcı olur. Təşəkkür edirəm diqqətiniz üçün. Bütün hazırlaşan şagirdlərə uğurlar arzu edirəm.